Deməli, dizel Hyundai Grandeur-dur. Ümumi qulluq olunur. Deyəcək, şimdi bu motor niyə belə salsınız yerə? Sona qədər izləyin, izah eləyəcəm. Dizeldir. 180 mindən çox sürülüb. Ümumi qulluq olunur. Motor tam şəkildə yerə qoyulur. Gəl çək, bax. Görsən, heç nə qalmadı. Balkasına kimi yerdədir. İndi nə işlər görüləcək? Gəlin izah eləyim. Motor söküldü, gedir təmizləmə otağına. Birinci növbədə motorun kollektor, zaslonka, samovarı da hamısı sökülür kəpənəklərinə kimi. Gedir pesdə təmizlənməyə və sonra da motorun çöl hissəsi təmizlənir. Tərtəmiz təmizlənir hamısı. Ondan sonra korobkası gedir, korobka otağımızda sökülür, yağı dəyişilir, filtr dəyişilir orijinalla. Qranat salniki dəyişilir bizim tərəfimizdən. Onlar hamısı detallar biz tərəfdəndir və orijinaldır. Botları yoxlanır, sıxılmağı, boşluğu, içi təmizlənir və sonra da hava sistemi yolub təmizlənəndən sonra üstünə yığılır və təzə salniklə peçdə təmizlənir. Onu da yenə qeyd edeyim. Sep başmaq dəyişilir, pistolet dəyişilir, orijinal germetkası, üst kirişkan prokladkası, farsunka şaybasıdır, qabaq salnikidir. O da hamısı bizdən və əsas məsələdə sepə 100.000 zəmanət veririk. Hay qırıldı, nə bilim, səs elədi, nə oldu, 100.000 ərzində bizdikdir. Sabahsı gün, nə bilim, sepin orijinallığına biz garanti vermişdik. Yağı yaxşı istifadə eləməyibsən, qovubsan, yəni belə şeylərin, yəni o adiyyət yoxdur, sepdir. Sepi dəyişdik, buradan çıxdın, ged istəyirsən 180 sür, 200 sür. Nə olsa bizdedir. Yəni, bizim servisdə də görülən işlər var. Optimadır, nömrəsini çəkmə. Motor yığılır, Sarento'da hava sistemi təmizlənir. Burada Elantra var. Get bunu da çək. Bunda hava sistemi təmizlənir. Bunlarda da hava sistemi necə təmizlənir göstərin. Bax, kollektor sökülür, kəpənəklər, zaslonka üstündə olur. Samovar sökülür, YGR hamısı burada olur. Hamısı sökülüb, gedib pesdə yolmağa. Bu maşında da həmsinin. Görürsünüz, buralar görün nə gündədir. Biz indi hava sistemini təmizləyəndə buralığına kimi təmizləyirik. Maşın tam yığılandan sonra da opşi motorxana təmizlənir. İndi gəl, orada bir dənə də maşınımız var, onu da göstərim. Deməli, bunda da hava sistemi təmizlənir, görürsünüz. Bütöv sökülüb, indi yerlərinə kimi təmizlənəcək və peçdə təmizlənir. Gəl, peçdə də göstərim. Oranı sürüşkən təmizlənir. Nə qədər adam var. Əvvəlki vəziyyətidir, hələ üçün qaşıyıblar. Bu da kəfənəkləri, görsən nə gündədir. Bu təmizlənəndən sonrasını göstərəcəm.